36. Biz bu misalı iki üsulla həll edə bilərik. Ya sürət və məxrəci ikisini də irrasionaldan çıxardıb həll edə bilərik və yaxud da məxrəcləri əküb tapma yolu ilə həll edə bilərik. Burada iki misal var, 36 və 37. Birincini məxrəcləri əküb tapma üsulla həll edək. İkincini isə irrasionaldan azad etməklə həll edərik. Bu məxrəci əküb olan öz hasilləridir. Kök altında 7-nin, yəni birinci sürətin qoşması, kök altında 7 qoşması yox, tamamlayıcı vuruğu, kök altında 5 cəminə hasilidir, çıxılsın. Kök altında 5-in isə tamamlayıcı vuruğu, kök altında 7 çıxılsın, kök altında 5-dir. Mötərizəni vurub açaq. Kök altında 7-ni kök altında 7-yə vuranda kök ilə 7 çıxar, üstə gəl. Kök altında 7-ni kök altında 5-ə vuranda kök altında 35. Kök altında 5-yə yenə kök altında 7-yə vuranda kök altında 35, üstə gəl. Mənfi kök altında 5-i mənfi kök altında 5-ə vuranda buradan da 2 mənfi olduğuna görə müsbət 5 çıxır kökdən. Bu isə A üzərinə gəl B, A çıxılsın B-nin açılış düsturudur. Yəni A kvadrat çıxılsın B kvadratın açılış düsturudur. Bir dəfə cəmi, bir də fərqini yazıblar. Kök altında 7-nin kvadratı çıxılsın kök altında 5-in kvadratı. Baxın, bunlar getdi islah. 7 ilə 5 toplayanda 12. Kök altında 7-nin kvadratı 7 verir. Kök altında 5-in kvadratı 5 verir. 12 bölünsün 2. Bu da eləyəcək 6. 36 A bəndi. 37-ci sualda bundan da, amma 37-ni irrasionaldan çıxartmaqla həll edək. Kök altında 13, kök altında 13 çıxılsın, kök altında 11 çıxılsın. Kök altında 11, burada kök altında 13 üstə gəl, kök altında 11 bərabərdir. Qoşmasına vuracaq. Bunun qoşması toplamadır, çıxma olduğuna görə qoşması toplaması olacaq. Kök altında 13 vurulsun. Məxrəcin qoşması nədirsə, surətdə həmin ədədə vururum. Çıxılsın. Bunun qoşması isə toplama olduğuna görə çıxması olacaq. Çıxmasına vuraq. Surəti də həmin o qoşmaya vurmaq lazımdır. Kök altında 13, kök altında 13'ə vuranda 13 çıxır. Kök altında 13 üstə gəlsin, vurulsun, kök altında 11. O zaman üstə gəl, bunların kök altında hasilini yazırıq. Bu isə kök altında 13'ün kvadratı çıxılsın, kök altında 11'in kvadratıdır. Yəni A kvadrat çıxılsın, B kvadratın açılış düsturudur. Yenə kök altında 11'i kök altında 13'ə vurarıq, çıxılsın. Kök altında 11'i kök altında 11'ə vuranda kök ilə 11 çıxacaq. Bu da A kvadrat çıxılsın, B kvadratın açılışıdır. Yəni 13'ün kök altında 13'ün kvadratı çıxılsın, kök altında 11'in kvadratı. Bərabərdir. Bu bizə verir 2. Çünki kök altında 13'ün kvadratı 13 eləyir. Kök altında 11'in kvadratı 11 eləyir. Bu bizə verir 2. 13 üstə gəlsin. Kök altında 13 vur 11. Çıxılsın. Bu da bizə verir 2. O zaman kök altında 11 vur 13. Çıxılsın 11. Məxrəclərin hər ikisi eyni olduğuna görə biz onları bir də məxrəcdə yaza bilərik. 13 üstə gəl. Kök altında 13 vur 11. Çıxılsın. Qarşıdakı çıxmaya görə buranın işarəsi əksinə dəyişəcək. İkinci kəsrən sürətinin işarələri. 11 vur 13. Bu da olacaq üstə gəlsin 11. Bu ikisi getdi islah, çünki biri mənfi, biri müsbət olan eyni ədədlərdir. 13 və 11'i toplayırıq 24, bölünsün 2. 24'ü 2'yə böləndə isə cavabımız eləyəcək 12. 37-də C bəndi. Ancaq hər iki yola da baxsaq, həm 36 baxın, 2 mərhələdə həll olunur, çox qısa alınır. Amma 37 baxın, irrasionaldan çıxartmaqla daha uzun həll olundu. Ona görə də məncə elə məxrəclərə əküb tapmaq yolu ilə həll eləsəz, siz də daha tez cavabı almış olarsınız. 38. Məxrəci irrasionaldan azad edin. 2 kök altında 3 çıxılsın 3. Bunun qoşması toplaması olacaq. 2 üzərinə gəl.
2 kök altında 3 üzərinə gəl 3. Sürəti də 2 kök altında 3 üzərinə gəl 3-ə vururuq. Sürəti yenə olduğu kimi saxladaq. 2 kök altında 3-ün kvadratı çıxılsın 3-ün kvadratı. Çünki bu a kvadrat çıxılsın b kvadratın açılışıdır. Yenə sürəti olduğu kimi saxladaq. 2 kök altında 3-ün kvadratı, 2-nin kvadratı 4, kök altında 3-ün kvadratı 3 verir. 4-ü 3-ə vuranda 12 çıxılsın. 3-ün kvadratı isə bizə verir 9. 12-dən 9 çıxanda 3 eləyər. Elə yuxarıdakı 3-lə ixtisar gedər bu. Deməli, sadəcə sürət qaldı. Məxrəc isə 1 alındı. 2 kök altında 3 üstə gəlsin 3. 38 D bəndə. 39-cu sual. Məxrəci irrasionaldan azad edin. Yenə bu sualdandır. Əslində bunun cavabı bəllidir yuxarıdakı suala görə, amma yenə də yazaq. Qoşması çıxma olacaq. Burada isə, surətdə isə 3-ü qoşmaya vurmaq lazımdır. Surəti yenə olduğu kimi saxladırıq. 2 kök altında 3 üstə gəl 3 və çıxma 3. Yəni 2 kök altında 3-ün kvadratı çıxılsın 3-ün kvadratıdır. Bu düstur açıblar, bu verib. Bərabərdir. Surəti yenə olduğu kimi saxladaq. 2 kök altında 3-ün kvadratı 12 verir. 3-ün kvadratı 9 verir. 3, 12-dən 9 çıxanda 3 eləyir. Bu 3-lə getdi ixtisar. Cavabımız qalır 2 kök altında 3 çıxılsın 3. 39 C bəndi. 40-cı sual. İfadəsinin qiymətini hesablayın. İrrasionaldan çıxardaq bunları. Bunun məxrəcində çıxmadı. Deməli, toplamasına vurmaq lazımdır. Kök altında 5 üstə gəl. Kök altında 7. Sürəti də o zaman toplamaya vururuq. Kök altında 5 üstə gəl. Kök altında 7. Üstə gəlsin. Burada isə məxrəcdə üstə gəlmə olduğuna görə çıxmadı qoşması. Çıxması onun qoşması olacaq. O zaman çıxmasına vururuq. Və həmçinin sürəti də qoşmaya vururuq. Bərabərdir. Bu bizə verəcək kök altında 5-in kvadratı çıxılsın kök altında 7-nin kvadratı. Bu isə kök altında 5 üstə gəlsin 7-nin kvadratı. Çünki bundan 2 ədəddir. Bunu vurub atsaq, kök altında 5-in kvadratı, yəni birincinin kvadratı üstə gəl 2 vur. Kök altında 5 vur 7. Üstə gəlsin kök altında 7-nin kvadratı. Üstə gəlsin. Yenə də burada kök altında 5 çıx 7, kök altında 5 çıxılsın 7. Bu kök altında 5 çıxılsın 7-nin kvadratıdır. Kvadrat düsturu ilə atsaq, birincinin kvadratı çıxılsın 2 vur. Birinci vur ikinci, üstə gəlsin ikincinin kvadratı. Məxrəcdə isə kök altında 5-in kvadratı çıxılsın, kök altında 7-nin kvadratı olacaq. Bərabərdir. Kök altında 5-in kvadratı bizə 5 verir, kök altında 7-nin kvadratı 7 verir. 5-dən 7-ni çıxanda isə cavabımız eləyir mənfi 2. Burada da mənfi 2 alındığına görə birbaşa məxrəcə mənfi 2 yazacaq və bunların sürətlərini toplayarıq. Kök altında 5-in kvadratı 5 üstə gəl. Bunu olduğu kimi saxladırıq. 7 5 35. Kök altında 7-nin kvadratı 7 üstə gəl. Kök altında 5-in kvadratı 5 çıxılsın. Bu bizə verəcək 2 kök altında 35. Üstə gəl. Bunda 7-nin də kök altında 7-nin kvadratı 7. Bu ikisi gedir islah, çünki biri mənfi, biri müsbətdir. 5'i 10 toplayanda 10, 7'ni 7'den toplayanda 14, 14 10 bir yerde 24 eləyir. 24'ü bölürük məxrəcdəki mənfi 2-yə. Cavabımız eləyəcək mənfi 12. 40-da B bəndi. 41-ci sualı isə irrasionaldan çıxartmaqla yox, əküb tapmaq yolu ilə həll eləyək. Məxrəcləri əküb tapaq həll eləyək. Məxrəcə əküb bunların hasilidir. 9 kök altında 5,
9 üstə gəl kök altında 5, 9 çıx kök altında 5. Birincinin sürətinin tamamlayıcı vuruğu 9 üstə gəl kök altında 5-dir. Onun hasilini tapırıq. 9 çıxılsın daha doğrusu kök altında 5-dir. Üstə gəlinsin. İkincinin sürətinin tamamlayıcı vuruğu isə 9 üstə gəlinsin kök altında 5-dir. Bərabərdir. Deməli, bu sürətdir. Birincinin sürətidir. Bu isə birincinin sürətinin tamamlayıcı vuruğudur. Tamamlayıcı vuruğu elə ikisi də çıxmalıdır. Bu da ikincinin sürətidir. Bu da ikincinin sürətinin tamamlayıcı vuruğu. Bir-birlərinə hasilini yazdıq. Bu eləyir 9-un kvadratı çıxılsın kök altında 5-in kvadratı. 9 çıxılsın kök altında 5. Bu da 9 çıxılsın kök altında 5-dirsə, deməli 9 çıxılsın kök altında 5-in kvadratıdır. Bu isə 9 üstə gəl kök altında 5-in kvadratıdır. Bunu kvadratlar düsturu kimi açsaq, 9-un kvadratı çıxılsın. 2 vur 9 vur kök altında 5, yəni 2 9-a vuranda 18 kök altında 5. Üstə gəl kök altında 5-in kvadratı. Üstə gəlsin. Bunu da 9 üstə gəl kök altında 5-in kvadratı kimi yazsaq, yəni açılışın. 9-un kvadratı ilə birbaşa yazdım 81. Üstə gəlsin. 2-ni 9-a və kök altında 5-ə vuranda 18 kök altında 5. Üstə gəlsin. Kök altında 5-in kvadratı. 9-un kvadratı 81 eləyir. Bu da 81. 81 üzərinə gəl 81. Kök altında 5-in kvadratı 5. Bu da kök altında 5-in kvadratı 5. Toplayırıq. Bu iki ifadə getdi islah. 9-un kvadratı 81 çıxılsın kök altında 5-in kvadratı 5. Bərabərdir. Sürətləri toplayırıq. Sürəti toplayanda bizə verəcək 172. 81-dən 5 çıxanda isə 76. Bunları biz ixtisar aparsaq, 4-ə ixtisar gedirlər. 4-ə ixtisar aparsaq 19, 4-ə aparsaq 43. 19-da 43. 41-də C bəndi. 42. Ədəd verib bizə hansı intervallardan hansına daxildir soruşur. 8 kök altında 8-i 2 kök altında 2 kimi yazmaq olar. Çünki 8 4 vurulsun 2-dir. 4-dən kök 2 çıxır, qarşıya yazılır, kök altında 2 qalır. Üstə gəl. 3 kök altında 2 bölünsün 2 kök altında 2. Bunları toplayanda bizə verəcək 5 kök altında 2 bölünsün 2 kök altında 2. Kök altında 2-lər getdi ixtisar. 5-i 2-yə böləndə 2,5. 2,5 də 2 ilə 3-ün arasında yerləşir. 42-də A bəndi. 43-də. Kök altında 12. 12-ni biz yaza bilərik 4 vurulsun 3 kimi. 4-dən kök çıxır 2. Kök altında 3 qalır. Üstə gəlsin. 3 kök altında 3 yazıq olduğu kimi. Məxrəcdə 3 kök altında 3. Bunu toplayanda bizə verəcək 5 kök altında 3 bölünsün 3 kök altında 3. Kök altında 3-lər getdi ixtisar 5 bölünsün 3. Bu da eləyir 1,3-2. 1,3-2 də 1 ilə 2-nin arasında yerləşəcək. 43-də E bəndə. 44-cü sualda. Kök altına 5 çıxılsın 9 kvadratı kök altındadır bu ifadə. Ədədi hansı ki qonşu ədəd arasında yerləşir. Biz bunu kvadratdırsa kökdən çıxardığında, yəni kökün altından çıxardanda moduldan yazmalıyıq. Kök altında 5 çıxılsın 9-un modulu bərabərdir. Daha sonra baxırıq ki 9 5-dən böyükdür. 9 kök altında 5-dən böyükdür həm də. Deməli bu moduldan çıxanda bunun əksi çıxmadı. Çünki modulun içərisi biz demişik ki müsbət olsa modul özü çıxır, mənfi olsa modulun içərisi işarələr əksinə dəyişmiş formada çıxır. O zaman 9 çıxılsın kök altında 5 olacaq. Bizdən hansı qonşu ədəd arasında yerləşməsini soruşursa, biz baha görə bunun tam hissəsi təqribi neçədir? Kök altında 5-dən təqribən bundan əvvəlki misallarda izah etmişəm. 2,2 çıxır kök. Çünki 2,2-ni 2,2-yə vuranda 4,84 eləyir, o da 5-ə yaxındır. Amma məsələn 2,3 götürsə, o 5-dən böyük olacaq. 9-dan da çıxanda 2,2 nə eləyir? 6,8. 6,8-də hansı ədədlər arasında yerləşər? 6 və 7-nin arasında. 44-də D bəndə. 45. Kök altında 3 çıxılsın 7. Yenə modulda yazırıq.
Modulun içərisi mənfidir. Çünki 7 kök altında 3-dən böyükdür. O zaman moduldan çıxanda 7 çıxılsın, kök altında 3 çıxar. Bərabərdir. 7 çıxılsın, kök altında 3-dən təqribi olaraq 1,7 çıxar kök. 7-dən də 1,7 çıxanda 5,3 eləyər təqribi. 5,3 hansı ədədlər arasında yerləşər? 5 və 6-nın arasında. 45-də B bəndi. 46. Bizə şərt verib və ifadənin qiymətini sadələşdirməmizi istəyir. Bu kökdən kvadrat olduğuna görə modulda A çıxılsın B, çıxacaq üstə gəl. Buradan isə kökdən 5, modulda 5A çıxacaq. Daha sonra burada A kiçik 0 verib bizə şərt. A kiçik 0, B isə böyük 0. Yəni A mənfi ədəddir, B müsbət ədəddir. A mənfi ədəddirsə, məsələn, mənfi 2-dir, B müsbət ədəddir, müsbət 3-dür. Mənfi 2-dən çıxanda 3-ü, baxın, A-nın yerinə tutaq ki, mənfi 2 qoyaq, B-nin yerinə 3 qoyaq. Mənfi 2-yə çıxılsın 3, bunun cavabı bizə verəcək mənfi. Modulun içərisi mənfi alındığına görə işarələr əksinə dəyişmiş formada çıxacaq moduldan. Yəni B çıxılsın A. Üstə gəlsin. Bu da A. A 0-dan kiçik olduğuna görə bu da mənfi çıxacaq moduldan. Mənfi 5A bərabərdir. B çıxılsın. Mənfi A-dan çıxanda 5A-nı 6A. B çıx 6A. 46-da C bəndi. 47. A çıxılsın B kvadratlı moduldan A çıxılsın B çıxır üstə gəlir. 4A kvadratlı moduldan kökdən modulda 2A çıxır. Bərabərdir. Yenə bizə şərt verib A kiçikdir 0. B isə böyükdür 0. A mənfi ədəddir. Məsələn, mənfi 2-dir. B isə müsbət tutaq ki, 4-dür. Mənfi 2-dən çıxanda 4-ü mənfi alınır. Modulun içərisi mənfi alındığına görə bunların əksi çıxır. Həmçinin A mənfidirsə, deməli bu da mənfi olur. Əksi çıxacaq. Çıxılsın 2A. Bunun isə cavabı bizə verir. B çıxılsın 3A. 47-də E bəndi. 48-də ifadənin qiymətini hesablayın. Kök altında 24 çıxılsın 5. Üstündə 11. Kök altında 3 üstə gəlsin. Kök altında 2, üstündə 22. 5. Bunun üstündəki 11 olduğu kimi saxladaq. Bunu isə 11 vurulsun 22-ni 11 vur 2 kimi yazaq. Yəni vurmadı ortada burada. Kök altında 3 üstə gəl. Kök altında 2-nin kvadratı. Bunun da üstündə 11. Bərabərdir. Kök altında 24 çıxılsın. Kök 5-in üstündə 11 vurulsun. Bunu kvadrata yüksəksək. Kök altı 3-ün kvadratı üstə gəl. 2 vur. Kök altında 3 vur 2. Üstə gəl. Kök altında 2-nin kvadratı. Bunun üstündə 11. Bərabərdir. Yenə yazırıq. Kök altında 24 çıxılsın. 5-in üstündə 11 vurulsun. Kök altında 3-ün kvadratı bizə 3 verir. Kök altında 2-nin də kvadratı 2 verir. 3 ilə 2-ni toplayanda cavabımız eləyəcək 5. 2 kök altında 2, kök altında 3 vurulsun 2. Bu necə olduğu kimi saxladaq. Kök altında 6 yazaq yerinə, yəni 11. Hər iki ifadənin üstündə, yəni qüvvət 11-dir. O zaman biz bunları bir-birinə vurub üstündə 11 yaza bilərik. Kök altında 24 çıxılsın 5 vurulsun. 2-ni kök altına salsam 2-nin kvadratı 4. 4-ü 6-ya vuranda 24 eləyər. Bunun üstündə 11. Bu hansı düsturun açılışıdır? A kvadrat çıxılsın B kvadratın. O zaman kök altında 24-ün kvadratı çıxılsın 5-in kvadratı yazırıq. Bunun da üstündə 11. Bərabərdir. Kök altında 24-ün kvadratı bizə 24 verir. 5-in kvadratı 25 verir. Bunun da üstündə 11. 24-dən çıxanda 25-i mənfi 1. Mənfi 1-in üstündə 11. Mənfinin üstündə tək dərəcə olduğuna görə cavabımız mənfi 1 verəcək. 48-dən E bəndi. 49-cu suala keçək. Birinci kəsrim məxrəcin irrasionaldan azad eləyək. Kök altında 7 çıx, kök altında 6-nın qoşması. Kök altında 7 üstə gəl, kök altında 6-dır. Sürəti də həmin qoşmaya vururuq.
Çıxılsın. İkinci kəsir üçün də eyni işi görürük. Kök altında 7 üstə gəl, kök altında 6-nın qoşması. Kök altında 7 çıxılsın, kök altında 6-dır. O zaman birincinin də, ikincinin də sürətini həmin qoşmaya vururuq. Bərabərdir. 2 eyni ifadədir. Yəni kök altında 7 üstə gəl, kök altında 6-nın kvadratıdır. Bu isə kök altında 7-nin kvadratı çıxılsın, kök altında 6-nın kvadratıdır. Çıxılsın. Bu da ikisi də eyni ifadədir. Yəni kök altında 7 çıxılsın, kök altında 6-nın kvadratı. Bu isə məxrəc. Kök altında 7-nin kvadratı çıxılsın, kök altında 6-nın kvadratı. Bərabərdir. Bu kvadrat olduğuna görə, kökdə olduğuna görə özü çıxacaq kökdən. Kök altında 7 üstə gəl, kök altında 6. Kök altında 7-nin kvadratı 7 eləyir. 7-dən də çıxanda 6-nı 1. 1-dən kök elə 1 çıxır. Çıxılsın. Burada da kök altında 7 kvadrat olduğuna görə və kök altında olduğuna görə kök altında 7 çıxılsın, kök altında 6 yazır. 6 çıxır. Niyə burada birbaşa yazdım, modulsuz yazdım? Çünki toplama olanda fərqi yoxdur, özü çıxır, müsbətdir çünki. Amma çıxma olanda biz onu modul da yazırdıq axı əvvəl. Burada baxdım ki 7 6-dan böyükdürsə elə özləri çıxdığına görə birbaşa modulsuz yazmaq olar. Bunda yenə məxrəci 1. Kök altında 7 üstə gəl, kök altında 6. Qarşıda çıxma olduğuna görə çıxılsın. Kök altında 7 üstə gəl, kök altında 6. 7'lər burada getdi islah. Bunlar toplamında isə bizə verəcək 2 kök altında 6. 49'da A bəndi. Əllinci sual. İfadəsinin qiymətini hesablayın. Kök altında 12, 4 vurulsun 3'dür. O zaman 4'dən kök çıxır 2, 2 kök altında 3 kimi yazmaq olar. Kök altında 27, 9 vur 3'dür. 9'dan kök çıxar 3, kök altında 3 qalar. Çıxılsın 5 kök altında 2. Çıxılsın. Kök altında 3 saxladıram olduğu kimi 48, kök altında 48, 16 vur 3'dür. 16'dan kök çıxır 4, kök altında 3 qalır. Üstə gəl 5 kök altında 2. Çıxılsın. Sonuncu ədəd. Kök altında 3'lər eyni olduğuna görə bunların ikisini toplaya bilərəm. 2 ilə 3 toplayıram 5, kök altında 3 yazıram. Çıxılsın 5 kök altında 2. Çıxılsın. Burada da bu ikisi eyni olduğuna görə toplayıram. 1 kök altında 3 ilə 4 kök altında 3 toplayanda 5 kök altında 3 eləyir. Üstə gəl 5 kök altında 2, çıxılsın 4. Burada da 5 kök altında 2 bərabərdir. Bu hər ikisində 5 var. 5'i mötərizə xaricinə çıxartmaq olar. Yazaram. 5 vurulsun, kök altında 3, çıxılsın, kök altında 2. Çıxılsın. Burada da hər ikisində yenə 5 var. 5'i mötərizə xaricinə çıxarda bilərəm. Yazaram, kök altında 3 üstə gəl, kök altında 2, çıxılsın. Burada da 5 var. Bunda 5 vurulsun, kök altında 2 kimi yazmaq olar. Hər 3 kəsrin məxrəcində 5 olduğuna görə mən 5'də 1 mötərizə xaricinə çıxarda bilərəm. Yəni məxrəcdə olduğuna görə 5'də 1 mötərizə xaricinə çıxır. O zaman içəridə qalacaq 1 böl kök altında 3 çıxılsın, kök altında 2, çıxılsın 1 böl kök altında 3 üstə gəl, kök altında 2, çıxılsın 4 böl kök altında 2. Daha sonra bu iki ifadəyə əkop tapsaq, bunların hasilidir. Hər ikisinin sürəti 1'dir. Tamamlayıcı vurğularla vuranda elə özü də tamamlayıcı vurğun özü alınacaq. Birincinin tamamlayıcı vurğu kök altında üstə gəlsin, kök altında 2'dir. Elə özü qalır çünki 1 hasili özü verəcək. İkincinin tamamlayıcı vurğusu kök altında 3 çıxılsın, kök altında 2'dir. Burada da qarşıda çıxma olduğuna görə çıxılsın, kök altında 3 üstə gəl, kök altında 2 olur. Çıx, bunu saxladıram olduğu kimi. Baxın, burada 3'lər getdi islah. Qalır 5'də 1 vurulsun. Bunları toplayanda bizə verir 2 kök altında 2. Kök altında 3'ün bu açılışı bizə verir belə. Daha doğrusu sadələşdirməsi. Kök altında 3'ün kvadratı çıxılsın, kök altında 2'nin kvadratı çıxılsın. Bunu da irrasionaldan çıxarda bilərik.
4 kök altında 2. Sürət və məxrəci kök altında 2'ye vururum. Kök altında 2 vurulsun kök altında 2. Bərabərdir. 5'də 1 vur. 2 kök altında 2 qalır sürətdə. Kök altında 3'ün kvadratı 3 eləyir. Kök altında 2'nin də kvadratı 2 eləyir. Bir-birindən çıxanda 1. Çıxılsın. 4 kök altında 2. Kök altında 2'nin kök altında 2'ye vuranda da 2 eləyir. Bərabərdir. 5'də 1. 2 kök altında 2'ni 1'ə böləndə 2 kök altında 2 çıxılsın. Burada da bunlar gedir ixtisar. Qalır 2 kök altında 2. 2 kök altında 2'dən 2 kök altında 2 çıxanda cavabımız 0'dır. 5'də 1 də 0'a vuranda bizə elə verəcək cavab 0. 50'də B bəndi. 51-ci sual. 50-ci sualla oxşar sualdır. 5 kök altı 3'ü yazırıq. 18 2 vurulsun 9'dur. 9'dan kök çıxar 3, kök altı 2 qalar. Çıxılsın. 8 isə 4 vur 2'dir. 4'dən kök çıxar 2, kök altında 2 qalar. Çıxılsın. Kök altında 27, 9 vur 3'dür. 9'dan kök çıxar 3, kök altında 3 qalar. Üstə gəl. 12, 4 vur 3'dür. 4'dən kök çıxar 2, kök altında 3 isə qalır. Üstə gəl. 5 kök altında 2. Çıxılsın. 4 böl. 5 kök altında 2. Bərabərdir. 1 böl 5 kök altında 3. Bu ikisinin kök altı hissələri eyni olduğuna görə mənfi çıxılsın 2. Bu bizə verəcək mənfi 5 kök altında 2. Çıxılsın. Burada da bu ikisinin kök altında 3 hissələri eyni olduğuna görə 3 ilə 2'ni toplayıram. 5 kök altında 3. Üstə gəl. 5 kök altında 2. Çıxılsın. 4 böl 5 kök altında 2. Bərabərdir. Burada 5'i çıxarsam mötərizə xaricinə məxrəcdə kök altında 3 çıxılsın. Kök altında 2 qalar. Çıxılsın. Burada da yenə 5'i çıxarda bilərəm mötərizə xaricinə. Kök altında 3 üstə gəl. Kök altında 2 qalar. Çıxılsın. 4 vur. Burada isə 5 vurulsun. Kök altında 2 yazarım. Hər üçünün məxrəcində 5 olduğuna görə, yəni məxrəcdə olduğuna görə, yəni 5'də 1'i çıxardıram mötərizə xaricinə. Burada qalacaq 1 böl kök altında 3 çıxılsın, kök altında 2 çıxılsın. 1 böl kök altında 3 üstə gəl, kök altında 2 çıxılsın. 4 böl kök altında 2. Bu ikisini əküb tapaq. Əküb ilə bunların öz hasilidir. Birin tamamlayıcı vuruğu elə budur. Özünə vuranda özü alınacaq. Yəni vuranda özü alınacaq. Çıxılsın. İkincinin sürətin tamamlayıcı vuruğu budur. Qarşıda çıxma olduğuna görə çıxılsın bu ifadə yazırıq. Ona görə işarələr dəyişəcək. Çıx kök altında 3 üstə gəl kök altında 2 olacaq. Çıxılsın. Bunun isə sürət və məxrəcinin tamamlayıcı vuruğuna vuraq. Tamamlayıcı vuruq kök altında 2-də. Həm sürət həm də məxrəci kök altında 2-yə vururuq. Bərabərdir. 5'də 1 vurulsun. Kök altı 3'lər getdi islah. Sürətdə qalacaq. Kök altında 2, kök altında 2'ni toplayanda 2 kök altında 2. Bu isə kök altında 3'ün kvadratı çıxılsın. Kök altında 2'nin kvadratıdır. Çıxılsın. 4 kök altında 2. Kök altında 2'ni kök altında 2'ye vuranda isə bizə verir 2. Bərabərdir. 5'də 1 vurulsun. 2 kök altında 2. Kök altında 3'ün kvadratı 3 eləyir. Kök altında 2'nin də kvadratı 2 eləyir. 3 çıxılsın 2 çıx. Burada 4 və 2 2'yə ixtisar gedir qalır. 2 kök altında 2 bərabərdir. 5. 5'də 1 vurulsun. 3'dən 2 çıxanda 1 eləyər. 2 kök altında 2'ni 1'ə böləndə elə özü qalır. Çıx 2 kök altında 2. Bayaqki kimi yenə 0 alınacaq burada. Bunları çıxana cavabımız 0. 5'də 1 isə 0'a vuranda elə eləyəcək 0. Deməli 51-ci sualda cavabımız oldu 0. E bəndi. 52-ci sual. İfadəsinin qiymətini hesablayın. 0,9'dur. Bunu yazarıq 10,9 üstə gəl. Kök altında 2,5'dir. 10,25 yazarıq. Kök altında üstə gəl. Bunu isə yazaram 10,144.
bərabərdir. Kök altında 9-dan 3 çıxar. Kök altında 10 qalar. Kök altında 25-dən 5 çıxar. Kök altında 10 qalar. 144-dən isə 12 çıxar. Kök altında 10 qalar. Və biz bunları toplasaq, bizə verəcək 3, 5, 8, 20 böl kök altında 10. İrasionaldan çıxartmaq üçün sürət və məxrəci kök altında 10-a vurmaq lazımdır. Kök altında 10 vur, kök altında 10. Burada da kök altında 10. Bərabərdir. 20 vur kök altında 10. Kök altında 10'u kök altında 10'a vuranda 100 edir. 100'dən də kök 10 çıxır. 20 və 10 ixtisar gedər. Qalar 2 kök altında 10. 52'dən C bəndi. 53. Yazaraq bunu kök altında 10'da 9 üstə gəl. Bunu isə yazaraq kök altında 10'da 36 üstə gəl. Bunu isə yazaraq kök altında 10'da 121. Yəni bizə verib 10'luq kəsirlə, biz bunu adi kəsirlə yazırıq. 9'dan kök 3 çıxar, kök altında 10 qalar. 36'dan kök 6 çıxar, kök altında 10 qalar. 121'dən kök 11 çıxar, kök altında 10 qalar. Kök altında 10'u yazdım, saxladıram. 3, 6, 9'u da 11 toplayanda 20. Burada sürət və məxrəcə kök altında 10'a vurmaq lazımdır. Yəni qoşmasına. 20 kök altında 10. Kök altında 10'u kök altında 10'a vuran deli kök 10 çıxacaq. İxtisar gedir, qalır 2. Bu da bizə verir yenə də bayaq kimi 2 kök altında 10. 53'dən E bəndi. 54. İfadələrdən hansının qiyməti irrasionaldır? A-nı yoxlayaq. Kök altında 5 üstə gəlsin. Bunu kəsrin sürət və məxrəcini qoşmasına vurub sadələşdirmək lazımdır. Çıxma olduğuna görə qoşması toplamadı. Biri də elə vururuq. 2 üstə gəl kök altında 5 bərabərdir. Kök altında 5 üstə gəlsin. Biri 2 üstə gəl kök altında 5'ə vuranda özü alınır. Bu isə bizə verəcək 2'nin kvadratı çıxılsın kök altında 5'in kvadratı. Bərabərdir. Kök altında 5 üstə gəl. 2 üstə gəl kök altında 5. 2'nin kvadratı 4 eləyir. Çıxılsın kök altında 5'in kvadratı 5 eləyir. Üstə gəl. 2 üstə gəl kök altında 5. 4'dən çıxanda biri mənfi 1. O zaman kök altında 5. Burada mənfi olduğuna görə işarələr əksinə dəyişəcək. Çıxılsın olacaq 2, çıxılsın kök altında 5 olacaq. Yəni birin mənfisi sürətə verildi. Baxın, bunlar getdi islah, cavabımız qaldı mənfi 2. Mənfi 2 daxildir rasional ədədlərə, yəni G-yə. B bəndini, B-ni yoxlayaq, B ədədini. Kök altında 3 çıxılsın, 1 böl, 2 çıx kök altında 3. Kök altında 3 çıxılsın. Qoşmasına vururuq sürət və məxrəci. Çıxma olduğuna görə qoşması toplamadı. Bərabərdir. Biri vuranda elə özü alınır. 2'nin kvadratı çıxılsın kök altında 3'ün kvadratı. Kök altında 3 çıxılsın. 2'nin kvadratı 4 eləyir. 4'dən çıxırıq kök altında 3'ün kvadratı 3 eləyir. 4'dən çıxanda 3'ü 1. 2 üstə kök altında 3. Biri də böləndə elə 2 üstə gəl kök altında 3'ü özü eləyir. O zaman çıxılsın. Qarşıdakı mənfiyə görə işarələr dəyişəcək. Çıx kök altında 3. Bunlar getdi. İslah. Cavab qalır mənfi 2. Mənfi 2 də daxildir yenə rasional ədədlərə. Yəni həm A, həm B ədədi oldu rasional. İndi keçək C-ni yoxlayaq. C ədədini görək. İrrasional olacaq ya yox. Yəqin ki, cavab elə olacaq. Yoxlayaq amma. Kök altında 10. Üstə gəl. 1 böl kök altında 10 üstə gəl 3'ə. Qoşması çıxmasıdır.
Çıxmasına vururuq sürət və məxrəci. Üstəgəl 3. Kök altında 10, çıxılsın 3. Bərabərdir. Biri vuranda elə özü alınır. Burada da olacaq kök altında 10 kvadratı. Çıxılsın 3'ün kvadratı. Kök altında 10'un kvadratı 10 verir, 3'ün kvadratı 9 verir. Ondan çıxanda 3'ü 1. Yəni bu ifadəni 1'ə də böləndə elə ifadənin özü alınır. Yuxarıdakılarda ətraflı izah eləmişəm deyə bunu da biraz qısa yazaq. 2 kök altında 10'dan 2 kök altında, daha doğrusu 10 kök altında 10'dan 10 kök altında 10'u toplayanda 2 kök altında 10 eləyər. Çıxılsın 3. Bu da aydın məsələdir ki, irrasional ədəddir, daxildir. İrrasional ədədlər çoxluğuna, çünki kök altında 10'dan kök çıxmır. Kök çıxmayan bütün ədədlərdə demişik ki, irrasional ədəddir. 54'də sadəcə C, yəni yalnız C olacaq E bəndi. 55. Burada isə bizdən irrasionalları soruşur. Hansının cavabları deyir yox. 54'də irrasional soruşur. Burada rasional soruşur. Hamısını yenə bir-bir yoxlayırıq. 3 çıxılsın kök altında 11'də qoşması 3 üstə gəlsin kök altında 11 olacaq. Üstəgəl kök altında 11. Deməli 2'ni də üstəgəl kök altında 11'ə vurmaq lazımdır. Kök altında 11 üstə gəlsin. Bu bizə verəcək 3'ün kvadratı çıxılsın kök altında 11'in kvadratı 2 vurulsun. Üstəgəl kök altında 11. Üçün kvadratı 9 çıxılsın. Kök altında 11'in kvadratı 11. 2 vurulsun. 3 üstəgəl kök altında 11. 9'dan çıxanda 11'i bizə verir mənfi 2. Kök altında 11. 2 və mənfi 2 ixtisar gedir, mənfi 1 qalır. Həmin mənfini bu sürətə versəm, sürətin işarəsi əksinə dəyişəcək. Yəni olacaq mənfi 3 və mənfi 11. Bunlar getdi, islah qalır mənfi 3. Mənfi 3 daxildir rasional ədədlər çoxluğuna. İndi B ədədini yoxlayaq. Kök altında 10 çıxılsın 1 böl, kök altında 10 çıxılsın 3. Bərabərdir. Kök altında 10 çıxılsın. Sürət və məxrəci qoşmaya vururuq. Kök altında 10 çıxılsın 3'ün qoşması kök altında 10 üstə gəlsin 3'dür. 1'i də elə kök altında 10 üstə gəlib 3'ə vuranda özü alınır. Elə birbaşa özün yazıram. Bərabərdir. Kök altında 10 çıxılsın. Kök altında 10 üstə gəlir 3. Bu da A kvadrat çıx B kvadratın açılışıdır. Kök altında 10'un kvadratı çıxılsın 3'ün kvadratı. Kök altında 10'un kvadratı 10 verir. 3'ün kvadratı 9 verir. 10'dan 9 çıxanda 1. Yəni məxrəcin cavabı 1 alındı. O zaman təkcə sürəti yazaq. Qarşıda çıxma olduğuna görə bunlar əksinə dəyişəcək. Getdi islah qalır mənfi 3. Mənfi 3 daxildir rasional ədədlər çoxluğuna. A və B ədədi oldu rasional ədəd. İndi C-ni yoxlayaq. Kök altında 6 üstə gəl 2 böl. Kök altında 6 üstə gəl 2. Bərabərdir. Kök altında 6 üstə gəlsin. 2'ni vururuq məxrəcin qoşmasına. Məxrəcin qoşması da toplama olduğuna görə çıxma olacaq qoşması. Bu kök altında 6'nın kvadratı çıxılsın 2'nin kvadratı kimi yazırıq. Kök altında 6 üstə gəlsin. 2 vur kök altı 6 çıxılsın 2. Kök altı 6'nın kvadratı 6 eləyir. 2'nin kvadratı 4 eləyir. 6'dan 4'ü çıxanda 2. Burada da 2'lər gedir ixtisar.
Yəni qalır kök altında 6 üstə gəl. Qarşıda üstə gəlmə olduğuna görə bunlar öz işarəsindən qalır. Müsbət kök altında 6 çıxılsın 2. Burada islah getməyəcək çünki ikisi də müsbətdir. Olur 2 kök altında 6 çıxılsın 2. Kök altında 6-dan kök çıxmadığına görə təbii ki bu ədədin özü də irrasional ədəddir. Daxildə irrasional ədədlər çoxluğuna. Deməli A ilə B ədədi oldu rasional 55-ci sualda. C ədədi isə oldu irrasional. Bizdən rasionalları soruşduğuna görə A və B cavab olacaq 55-də A bəndi. 56. Bunu biz irrasionaldan çıxardaq yenə də. Kök altında 13 çıxılsın kök altında 12. Vurulsun kök altında 13 üstə gəl kök altında 12. Vur kök altında 13 üstə gəl kök altında 12-yə bərabərdir. Sürəti olduğu kimi yazaq. Bu isə verəcək bizə kök altında 13-ün kvadratı çıxılsın kök altında 12-nin kvadratı. 13-ün kvadratı kök altında 13-ün kvadratından kök altında 12-nin kvadratını çıxanda bu 13 alınır. Burada da 12 alınır. 13-də 12 çıxanda 1. Yəni məxrəcimiz qaldı 1. Sadəcə sürəti yazırıq. Bu A ədədidir. Buradan A bərabərdir yazaq. İndi B ədədini də sadələşdirək. B ədədi isə belədir. Bunların məxrəcinə kök elə 4-dür. Çünki 4 2-yə bölünür. 4 kök altında 13 üstə gəlsin. Bunu da 2-yə vuranda olur 2 kök altında 3. Kök altında 13 üstə gəlsin. 2-ni kök altına daxil etsək, 2-nin kvadratı 4, 4-ü çeviranda kök altında 12 olar. Üstə gəl kök altında 12 böl 4. Bizə burada deyir ki, A-nı B ilə ifadə edin. Baxın, həm A-da kök altında üstə gəl 12 var, həm də B-də kök altında 13 üstə gəl 12 var. Bunlar ayrı-ayrı köklərdir. Bu da ayrı kökdür. O zaman biz bax bu ifadədən kök altında 13 üstə gəl kök altında 12-nin yerinə çarpaz vursaq, B-ni 4-ə vursaq 4B yazarıq. Bərabərdir. Bu ifadənin qiymətinə 4B yazmışamsa qarşıda 2 var. 2 vurulsun 4B olacaq. A bərabər 8B-yə. 56-da A bəndi. 57-ci sual. İfadəsini sadələşdirin. Kök altında. 31 qalsın yerində. 2-nin üstündə 10 və 2-nin üstündə 6 var. 2-nin üstündə 6-nı buradan mötərizə xaricinə çıxarsam, içəridə qalar 2-nin üstündə 4 üstə gəl 1. Çıxılsın 3 olduğu kimi saxladıram. 31. 2-nin üstündə 6, yəni 2-ni 6 dəfə öz-özünə vuranda 64 eləyir, vurulsun. 2-nin üstündə 4. 2-ni 4 dəfə öz-özünə vuranda 16 eləyir. Üstünə 1 gəndə 17. Çıx 3. Bərabərdir. 64-ü vuraq 17-yə. 1088 çıxılsın 3 böl 31. 1088-dən də 3 çıxanda eləyəcək 1085 bölünsün 31. 1085-i isə 31-ə böləndə cavabımız eləyəcək 35 kök altında 35 olacaq. 57-də E bəndi. 58. İfadəsinin qiymətini hesablayın. 3 kök altında 2-ni vurmanın paylama xassəsindən istifadə edib həm birinci ədədə, həm də ikinci ədədə vuraq. Hər ikisi kökdə olduğuna görə elə birbaşa yaza bilərik. 2 üstə gəl. 4 kök altında 18 vurulsun 2. 32-ni 2-yə vuranda 64 eləyir, üstə gəl. 18-i 2-yə vuranda 36 eləyir. 64-dən kök 8 çıxacaq, üstə gəl. 36-dan da kök 6 çıxacaq. 24, bu da 24. 24 ilə də 24 toplayanda bizə verəcək 48. Bu açıq sualdır. 58-in cavabı olacaq 48. 59-cu sualda
Ədədinin tam hissəsini tapın. 4'ü kök altına daxil etsək, 4'ün kvadratı vurulsun. 3 olur. 4'ün kvadratı 16, 16'nın 3'ə vuranda 48. 48'dən də düşünün ki, təqribi nə kök çıxa bilər ki, yəni 48'dən böyük olmasın. 7 olsa 49, 48'dən böyükdür, o zaman 6'nı götürürük. 59'da olacaq cavabımız 6. 60-cı sual. 5 kök altı 2 ədədinin tam hissəsini tapın. Yenə də yazırıq. 5'in kvadratı vurulsun 2. 5'in kvadratı 25, 25'i 2'ye vuranda 50. 50'dən də təqribi kök 7 çıxar. 61. Kökləri gəlin moduldan çıxarda. X çıxılsın 9, modulda x çıx 9. Üstə gəl, modulda x üstə gəlsin 5. Buradan diqqət edirik. X 5 və 9 arasında yerləşir. Məsələn, x tutaq ki 6'dır. 6'dan çıxanda 9'u mənfi ədəd alınır. Deməli, bu moduldan çıxanda əksi çıxacaq. 9 çıxılsın x. Bu isə müsbət olduğuna görə müsbətdə fərq eləmir. X üstə gəlsin 5. Çünki bunlar da 5 ilə 9 arasında müsbət ədədlər arasında yerləşir. Onun üçün də elə ikincidən özü çıxacaq. Bunlar getdi islah. 9 ilə 5 toplayanda isə cavabımız bizə verəcək 14. 62. Yenə x çıxılsın 5'i modulda yazırıq. Üstə gəl, bu da x çıxılsın 9 modulda. X 5 və 9 arasında yerləşir. Məsələn, x 6'dır. 6'dan çıxanda 5'i müsbət alınır. Buradan özü çıxır moduldan. Burada isə 6 versəm, 6'dan 9 çıxanda mənfi alındığına görə moduldan əksi çıxacaq. Üstə gəl, 9 çıxacaq. Burada x və mənfi x islah gedir. 9'dan çıxanda 5 isə cavabımız eləcək 4. 63. AB və B iki rəqəmli ədədləri üçün kök altında AB üstə gəl B ədədi rasional ədəd olarsa, AB ədədi neçə fərqli qiymət ala bilər? Gəlin bu kök altındakı ədədi açaq. İki rəqəmli ədədlər bunlar. Bu verir 10A üstə gəl B. Bu isə verir 10B üstə gəlsin A. Bərabərdir. 10A ilə A-nı toplayanda 11A. Üstə gəl B ilə 10B-ni toplayanda 11B. Və burada biz 11'i mötərizə xaricinə çıxarsaq, A üstə gəlsin B qalır. Bu ifadə, bu kök bizə deyir ki, rasional ədəddir. Rasional ədəd olması üçün kök çıxmalıdır, düzdür? Deməli, 11'i nəyə vursam kök çıxar ondan? 11'ə. Yəni 11'in kvadratından kök 11 çıxar. O zaman A üstə gəlsin B-nin cəminin qiyməti 11'dir. Bu da baxaq görək ki, hansı rəqəmləri toplayanda 0 ola bilməz, 0'ı götürməyəcək. Yəni A, B fərqlidir 0'dan. Bu bəlli məsələdir. Çünki iki rəqəmli ədəd 0 ilə başlayan ədədimiz yoxdur. İndi elə rəqəmlər götürməliyik ki, onları toplayanda 11 versin. 2 9 ola bilər. 3 8 ola bilər. 2 9 ola bilər, 9 2 ola bilər. Yəni yerlər dəyişilmiş formada da. Daha sonra 3 8 8 3 ola bilər, cəmləri 11 versin. 5 6 6 5 7 4 4 7. Daha sonra 9 2 9 2'ni yazmışıq. Aha, hamısını yazdıq. Bu ədədlərin hamısını toplayanda 11 eləyir. Və deyir ki, neçə fərqli qiymət ala bilər? AB neçə fərqli qiymət ala bilər? Neçə qiymət aldıq burada? 8. 8 fərqli qiymət ala bilər. Deməli, 63'də də cavabımız oldu 8.